Elə yerlər var, onlar dünənə uzanan tarixə bələdçilik edirlər. Tarixin izlərini gələcəyə daşıyırlar. Dünya dəyişəcək, zaman yeniliklərə qucaq açmaqda davam edəcək. Amma o yer öz qədimliyini gələcəyin məchul nöqtəsinə qədər aparıb çıxaracaq. Çünki tarix onun özüdür. Onun hər daşı, hər qayası, hər bir parçasıdır. Əsrlər öz axarı ilə ötüb gedir. Amma orada canlı bir əfsanə, dindirilməmiş, oyadılmamış bir tarix yaşayır. Sarıbaş kəndi də belə yerlərdəndir. Sarıbaş xalqı Alban tayfalarının qalıqlarından ibarətdir. Bizim ulu babalarımız bu kəndin yeri burada olmayıb əvvəlcə. Bu kəndin adı Sarvagel olub üstə. Buradan, bu durduğumuz yerdən 3 kilometr aşağıda onun əski qalıqları günü bugündə qalmaqdadır. Ora Sarvagel deyiblər. Sonra o ərəb tayfalarının hücumları vaxtı o kənd dağılıb, o kəndin əhalisi, yəni indiki sarıbaşlıların bir hissəsi bu kəndə 2-3 kilometr yuxarı şimala doğru, qalanlarda 3-4 kilometr aşağı İlusu kəndinə. İlusu kəndi ilə Sarıbaş kəndinin qədim qohumluqları var. İndi də hal-hazırda onu xalqlar, kənd cəmaatı öz arasında yaşadırlar. Biz onlara, onlar da bizə xala oğlu, xala qızı deyə müraciət edirik. O İlusu kəndində indi hal-hazırda Sumu qala deyən qala var. Hal-hazırda o yerin təmiri gözəl şəkildə aparılıbdır. Sumu sərkərdəsi vaxtı ilə Sarıbaş kəndindən də olub. O vaxtı deməli bu yer strateji əhəmiyyətli kənd olduğu üçün deməli sərkərdə bu kənddə oturub aşağı əyalətləri idarə edirdi. Sarıbaş adı həmənki sərkərdənin burada olmasından, onun ordusundan fərqli olaraq onun libası tam başqa şəkildə ordusundan fərqlənir. Onun başında deyil, sarıq varmış. Ona görə ona sarıbaşlı deyə müraciət edirlərmiş. Ana vətəndir. Vətəni həmişə müqəddəs saymalıyıq. Anadan doğulduğu yer ən müqəddəs yerdir. Ana adı ilə bağlıdır. Ona görə də biz çox çətin də olsa kənddə yaşayırıq da. Çarəmiz nədir? Yaşayacaq da. Yenə də ölənə kimi kənddə yaşayacaq. Vətənimin qismətidir dağlara, gəzib dolanaram gündə 1000 kərə. Vətənimi inkar edən şəxslərə el içində namus qeyrət ar olmaz. Ezelden can diyerek ezelden. Bu kənd tarix boyu nələrin şahidi olmayıb ki? Hələ 1394-cü ildə Əmir Teymur Sarıbaşdan keçib şimala yol almışdı. 18-ci əsrdə Nadir Şah Dağıstanı fəth etməyə bu yerdən keçib getmişdi. Rusların Qafqaz xalqlarını imperiyaya tabe etdirmək üçün apardığı müharibələrə Sarıbaş şahidlik etmişdi. İlusu Sultanı Danyal bəy Qafqaz dağlarının lideri Şeyx Şamilin azadlıq ordusuna məhz Sarıbaşdan keçərək qoşulmuşdu. Sarıbaş 20-ci əsrin özündə belə yeni tarixin qurbanı idi.